Bismillahirrahmanirrahim. Heç bir möminə, heç bir insana yaraşmır ki, başqalarını, başqa namaz qılanları özündən aşağı hesab eləsin. Bəzi vaxt adama rast gəlir ki, görürsən, bir namaz qılan bir mömin kəs başqa bir namaz qılanı, başqa bir kəs, hətta namaz qılmayanı da özündən aşağı hesab edir. Heç bir möminə, heç bir namaz qılana bu yaraşmır. Bu imansızlıqdan irəli gəlir. İmam Rza əleyhissalam bu haqda buyurur ki, mömin qardaşını özündən üstün tutmadıqca iman kamil olmaz. Yəni bir namaz qılanı, bir mömini özündən üstün tutmadıqca insanın imanı kamil olmur. İmanın kamili özü başqalarından aşağı tutasan ki, Allah Taala səni qaldırsın yuxarı. Allah Taala Quranda da buyurur ki, İnna akramakum indallah atqakum. Sizin ən dəyərliləriniz Allah yanında ən təqvalı olanlarınızdır. Həqiqətən insanın möminliyi Allah yanında dəyərliliyi özün hamıdan başqa, yəni aşağı tutasan ki, Allah Taala da insanı qaldırsın yuxarı. İnşallah Allahın verəm İzzət-i Cəlalına xatır ki, Allah bizlərə mərhəmətli və paylaşan qəlb nəsib eləsin ki, inşallah bununla da nicat taparıq.